May ayının 12-sində növbəti videoyla davam edirik. Dərin yağın tökdüm qablarına. İştahla yeyirlər. İtlərin peyrinə görədir ki, dəlixumalar 1 metrdən çox boy atıblar. Yamaçda da dəlixumu var, ancaq itlərin yanındaşlar kimi canlı cüssəli deyil. Yağış dalğası gəldi, getdi Göydağa. Biz eşitmişdik nənə babalarımızdan ki, möhkəm göy guruldayan kimi deyirlər Göydağa, Göydağa. Gedir Göydağa. Orada hava koridoru var. Nədirsə, həmişə buludlar o istiqamətdə gedib çoxu da yağıntı buraxırlar. O dağlar yamyaşıl olur. Sulfa rayonunun Bəyəhmət kəndi ərazisindədir. Biz kəndində bir tərəfi düşür ora. O istiqamətdə İlanlı dağa qədər yağıntı çox düşür. Şoruq kəndinin yarpaqlı deyilən sənək sahəsi var ki, bu ildə otdan oraya heç fili vurasan girməz. O qədər hündür olacaq ki ot. Həyətdə gəzdib peyvastlarıma baxmaq istəyirəm. Video çəkməkdə bizə qazaş qalır. O bir həftənin 6-cı günü qurmuşdum. Bir həftə getdi. Bazar 1, 2, 10 gün. Hiss olunur ki tutacaq. Göz töküldü. Yenisi yaşıllaşır. 6 dənə qanat buradadır. Bir dənəsi bizə vəs eləyər ki tut olsun. Safir gəlib, axır bugün fərqli istiqamətdə gedib. Bir dənə inəklə vuruşmaq istəyir. Bije, Safir. Bije, bije. Orada qan iyi var ona görə. Nə vaxtsa mal heyvan kəsiblər. İnək qan iyi hiss elədisə eləyəcək, böyürəcək. Canavar da bir dənə həm cinsini yaraladısa, qan iyi hiss elədisə hamısı cumur ora. Ona görədir ki, canavar iri boynuzlu mala çox gedə bilmir. Bəlkə təhliyə dərədə yıxa. Bir gün həyətimizdə o tərəf çox inkişaf edib. Gün istisi başqa şeydir. Hələ gecələr soyuq eləyir. Gecə də 10-12 dərəcə isti olar. Bir həftəyə ot biçilər. Otun belə hündür olması yerin mayalı olmağına görədir. Çox yağış yağıb. Otda yazıqlar neynəsin? Keçən o qədər şoruq çəkiblər. Doyunca su görməyiblər ki. Qırtışdı. Bıtraq qənimidir, nədir? Xalıq kimidir yerdə. Sarı çiçəklər olan. Yonca kimi yarpaqları var. Bir barmaq boya atır, çiçəkləyir. Çilingən həyətimizdə bir yerdəydi. 2 ildir qoyuruq toxumlayır. Sivir batmış o tərəfə, o yanlardan da çıxıb.
Yetişən vaxt ağacından çırpırıq, sağa sola səpələnir. Əvvəl bağımızda çox idi. Hər il 2-3 kisə toxumun tuturduq. Hara ki keçərdi belə yerlərə. Payızdan səpirdik, göyərdirdik. Yazda hazır məhsul idi. Yoxsa yazda səpəndə quraq olur çox vaxt. Göyərmir. Quşlar, qarğa, qəzəllər yığıb apar. Vay canına, bu nə idi? Bunu nə sındırdı? Yəqin quşlar belə elədi, diddi dağıtdı. Bu bərtliyə şeyi nə eləyə bilər? Yəqin oturub üstündə səni yaman günə qalasan. Mən bunun həvəsinə vurmuşdum, özü göyləşib tutub. Nə ola bilər ki? Qarğa qəzələ gəlib üstünə qona bilər. İri heyvan olmuyor ki burada. Qopartsın. Təkrar qaytardım, qoydum yeri, ancaq nafilə. Ona görə qıf kimi, konus kimi bir şey düzəlib dibinə torpaq döşürlər. Başına gələn başmaqçı olar. Göyərmişdi. Bu iki tutun yüzünü ağacında olmadı. O bir tutar 20 ildir bar verir, bunlar hələ cəmilənib düzələrində. Bu birlərə dəyməyib. İnəklər də getmək istəmir. Gəlib başlarını səpərdən uzadıb bir ağız ot yeyib sonra gelir. Həsənin Herakli otlayıb bu otların hamısını başır. Başları çatan yerə qədər buraları biçiblər. Gedin də bəs, çox otladı. Çox. Çox. Keçər inəklər yerin. Birinin də boynuzu yox. Çox. Gedim izolink gətirim, hər ehtimala qarşı bir dəfə də sarıyım. Bəlkə tutacaq. Bu da qarğalara bizim hörmətimiz. İtlərin yalqabını qoyuruq ora, yeyirlər. Kökəlirlər, gəlib bizim ağacı da çətdirirlər. Daha gecdir, bundan sonra peyvəst vursaq da tutmaz, yarpaqları çıxıb tut ağacını. Gecdir, tam vaxtında vurmuşdum, ön gün bundan qabaq. Bir gözəl ətir qoxusu gəldi ki. Hansı ağacın çiçəyindən gələr bu? Elə bir çiçəkliyən ağac da yoxdur yaxınlarda. Heyvada elə ətir olmaz. Heyvada da var, ancaq mən eylədiyim qoxu deyil. Bu başqadır. Armudlar da çiçəklərin soğuq. Bəlkə aşağıdan külək gətirir bu iyi. İndidən başlamaq lazımdır həyəti bişmək. Yoxsa çatdıra bilməyəcək. Yavaş-yavaş biçib verməliyik, inəklər yesin. İnəklər də çöldə o qədər otlayırlar ki, bizim biçib onlara verdiyimiz bu otları bəyənmirlər. Bir video gəzintinin də sonuna gəldik. Salamat qalın.